Burun əməliyyatından sonra nəfəs alman pisləşib? Bu videonu bəyənib paylaşmağı unutma. Bizə müraciət edən bəzi xəstələr belə deyirlər. Doktor, burnum əvvəlkindən daha gözəl görünür, amma nəfəs almağım pisləşib. Bu vəziyyət insanları çox narahat edir. Çünki onlar düşünürlər ki, estetik əməliyyatdan sonra həm görünüş, həm də nəfəs alma öz-özünə yaxşılaşmalıdır. Təəssüf ki, hər zaman belə olmur. Burnun içərisində hava axınını təmin edən çoxlu incə anatomik strukturlar var. Və bu strukturlar kifayət qədər qorunmursa əməliyyat vaxtı hava yolları darala bilər. Həmçinin burnun yan divarlarını saxlayan dəstək strukturlar zəiflədikdə nəfəs alma zamanı burun içəriyə doğru çökə bilər. Bəzi xəstələr bunu dərin nəfəs almağa çalışanda sanki burun bağlanır kimi təsvir edirlər. Digər səbəblər arasında əməliyyatdan sonraki çapıq toxumaları, daxili əyriliklər və ya sağalma prosesində yaranan dəyişikliklər də ola bilər. Ona görə müasir rinoplastikada əsas məqsəd yalnız burnu gözəlləşdirmək deyil, burnun funksiyasını qorumaqdır. Əgər burnunuz gözəl görünür, amma rahat nəfəs ala bilmirsinizsə, nəzərə alaq ki, insan gün ərzində təxminən 20.000 dəfə nəfəs alır. Bu artıq tam uğurlu nəticə hesab edilə bilməz. Ona görə müasir rinoplastikada əsas məqsəd burnu gözəlləşdirmək deyil, həm də burun funksiyasını qoruyub və yaxşılaşdırmaqdır.